ANSCM sosial media kanalına xoş gəlmisiniz. Mən Rasim Müzəffərliyəm və biz cəmdə toplanmışıq. Milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan kanalda son vaxtlar mediamızda tez-tez hallanan, müzakirə olunan mövzulardan biri haqqında danışacağıq. Baxın, abunə olun, bəyənin, paylaşın, ANS-ə dəstək olun. Yeni dərs ili qabağı Rus məktəblərinin qalıb qalmaması, Rus məktəblərinin bağlanması təklifləri səslənməyə başladı və biz də bu günləri bu mövzuya müraciət etməyi düşündük. Birincisi, dövlət dilimizə, cəmiyyətdə olan biganəliyi aradan qaldırmaq lazımdır. Rus məktəblərini bağlamaq lazımdır. Ümumiyyətcə, dövlət büdcəsindən xarici dillərdə təhsili maliyyələşdirmək olmaz. İkinci mövqe isə bundan ibarətdir ki, Rus dilində olan elmi kitablar və ədəbiyyat, bunlar Azərbaycan üçün, Azərbaycan uşaqları üçün dünyaya bir növ pəncərədir və mütləq Rus məktəbləri saxlanılmalıdır, özü də dövlət büdcəsi hesabına. Qonaqlarımızı sizə təqdim eləmək istəyirəm. Kamran Həsənli, tanınmış teleaparıcı, aktyor, ilk peşə fəaliyyətinə müəllim kimi başlayıb. Qalibə Budaqova. Xanım Budaqova verilişimizdə məktəb direktoru kimi, Bakı şəhəri 23 nömrəli orta məktəbin keçmiş direktoru kimi iştirak edir. Amma qeyd etməyə bilmərəm ki, o Qarabağ şəhidi, milli qəhrəman Tahir Həsənovun anası və milli qəhrəman ailələrinin sosial müdafiəsi ictimai birliyinin sədridir. Hikmət Hacızadə 1992-93-cü illərdə Azərbaycanın Rusiyada səfiri, fizika riyaziyyat elmləri namizədi, iqtisadi və siyasi araşdırmacı. Azərbaycanda 4443 ümumi təhsil məktəbi var. Şagirdlərin sayı 1.567.000 nəfərdir. Azərbaycan bölməsində 1.428.000-dən çox şagird təhsil alır. Bu da təxminən ümumi şagirdlərin sayının 91,2%-dir. Rus bölməsində 131.400-dən çox şagird, 8,4%. Digər bölmələrdə 138.000-dən çox şagird təhsil alır ki, bu da ümumi şagirdlərimizin sayının 8,8%-ni təşkil edir. Birinci sualım, hansı dildə təhsil almısınız və ikincisi, təhsilinizdən razısınızmı? Mən təhsilimi Rus dilində almışam və təhsilimə çox razıyam. Siz Kamran bəy? Mən ana dilimdə oxumuşam, təhsildən razıyam. Ümumiyyətlə, Sovet dönəmində Azərbaycanda həm Rus dilində, həm Azərbaycan dilində də təhsil çox yüksək səviyyədə idi. Özü Bülbül adına məktəbi bitirmişəm, o isə elə bir təhsil ocağı idi ki, orada yəni təhsilin elitası orada idi. Cənab Hacızadə, siz necə? Mən Rus dilində təhsil almışam, 134-cü məktəbdə və təhsilimdən razıyam. Rus dilində təhsilinizdən razısınız dediniz. Bəli, razıyam. Bəli. Niyə görə razısınız? Mən razıyam çünki Rus dili dünyaya mənim üçün bir pəncərə oldu, bir qapı oldu. Dünya məlumatını mənimsədik. Ondan sonra mən getdim Moskvada oxudum aspiranturada. İndi də dünyadan gələn məlumat Niagarasını Rus dilindən asan almaq olar. Adam gərək özü qana ki, учение свет, не учение тьма. Yaşasın cənab uçitel. Не надо. Kamran bəy, Bəli. mən sizin YouTube'da qısa bir çarxınızı izlədim və düzü biraz dedikləriniz məni həyəcanlandırdı və deyim sizə ki, hətta biraz belə vahimiyə düşdüm ki, balam doğrudanmı vəziyyət belə gərgindir, belə acınacaqlıdır? Çünki siz orada belə bir ifadə işlətdiniz ki, Azərbaycanda olan Rus dilli təhsil ocaqları Rus imperiyasının burada dayaq nöqtələridir. Əslində mənim o cavabım hörmətli yazıçımız
bilirsiniz ki, Çingiz Abdullayev idi. Mən gözləmirik ki, Çingiz Abdullayev belə qəribə arqumentlər söyləyəcək Rus məktəblərinin Azərbaycanda olması üçün. Amma siz başqa sual verirsiniz. Bəli, bu dayaq nöqtələri indi yaranmayıb ki, bu dayaq nöqtələri Rus imperiyasından bu tərəfə yaranıb. Onlar həmişə, ümumiyyətlə Azərbaycanın bizim son 200 ildə bütün bəlalarımız Rusiya imperiyasıdır. Yəni İrəvanda, Təbrizdə, Reydə, Rəşdə, Dərbənddə, Qarabağda, Zəngəzurda, Zəngibasarda nə varsa Rus imperiyasının bizə olan münasibətidir. Amma mən Rus dilinin əleyhinə olan adam deyiləm qətiyyən. Özüm də rusca bəzən danışıram. Təbii ki, mənim həyatımda hətta Qumilov, Pasternak, Saltykov, Şidrin, İlf və Petrovsuz mənim üçün həyat yoxdur ümumiyyətlə. Yəni Rus ədəbiyyatını da çox sevirəm, amma Rusça oxuyursunuz da onları. Rusça oxuyuram, təbii ki, Rusça oxuyuram. Rus imperiyasının düşüncəsinin əleyhinəyəm və Azərbaycanda da olan Rus dilli məktəblər dövlət tərəfindən yaradılan məktəblər doğru deyil. O bizim büdcəmizdən gedir. Biz burada o məktəbləri saxlamamalıyıq xalqın pulu ilə, bizim pulumuzla. Özəl məktəblər istəyirlər, açsınlar. Kim istəyir, gedilsin orada oxusun. Nə Fransada, nə İngiltərədə heç bir dövlət başqa dövlətin məktəblərini dövlət hesabına, büdcə hesabına aça bilməz. Amma məni həyəcanlandıran deyəndə, məni həyəcanlandıran burada məqam əsas o sizin işlətdiyiniz dayaq nöqtəsi Dayaq ifadəsidir. nöqtəsidir, bəli, təbii ki. Çünki dayaq nöqtəsi deyəndə belə çıxır ki, bizim təxminən Rus bölməsində müəllimləri də nəzərə alsaq, hətta Rus məktəblərində çalışan personalı da nəzərə alsaq, hardasa 150 mindən çox insan var. Və bu belə də ümumi sayın içərisində 10% təşkil eləsə də, 10%-dən də hətta biraz az təşkil eləsə də, amma 150 min nəfər bu artıq böyük bir qüvvədir və siz buna dayaq nöqtəsi deyirsiniz. Bu hansısa bir təhlükə mi gözlənilir? Təhlükədir. Biz əslində Rus məktəblərinə axın bizdə 2005-2006-dan sonra başlanıb. Bəli. Yəni Rus dövləti imperiya siyasəti yeridəndən sonra. Bilirsiniz, Krım məsələsi var, Donbas məsələsi var. Və Rus imperiyasında yeritdiyi, bu günlərim o tarixi aspektdən, siyasi aspektdən, geopolitik aspektdən yeritdiyi siyasət işğalçı siyasətidir. Və Pamfilovlardan danışırlar. Artıq Rus tarixindəki olan yalanlar Rusiyalıların özü tərəfindən, Nevzorovlar tərəfindən, Şenderoviçlər tərəfindən, Radzixovskilər tərəfindən, yəni normal düşüncəli insan tərəfindən o bütün yalanlar ortalığa çıxır. Bizim Rus dilli məktəblərdə insanlarımızın beynində həmən o imperiya düşüncəsini yeritmək, bu bizim ümumiyyətlə millət olaraq əleyhimizə olan bir... Amma o insanların təqsiri yoxdur orada oxuyan insanlar, yəni müəllimlərində. Onlar sadəcə o sektorda Amma işləyirlər. onları siz təhlükə hesab edirsiniz Azərbaycan üçün. Qəti təhlükədir. İndi yox, son 150 ilin təhlükəsidir. Yəni Rus imperiyası buranı işğal edəndən sonra, hələ 150 il bundan əvvəl, İrəvanı 1827-ci ildə alandan sonra əlimizdə, yəni işğal elədi. Savaş oldu, ölüm oldu, itki oldu. Düz 2 dəfə Rusiyaya qalib gəlmişik biz. General Qudeviç son dəfə gəlib işğal edəndən sonra oranı Ermənistan əyaləti elan elədilər. Sonra da Ermənistan dövlətinin yaranmasında da onların böyük rolu olub, belə yaradıblar da. Və bugün də gördüyünüz kimi Rusiya televiziyalarında Simonyanlar, sonra Babayanlar, Şahnazarlı, Karen Şahnazarlı filanlar, onlar erməni pərəst deyirlər. Onlar Rus imperiyasının siyasətini onlar özlərini nə qədər Rus pərəst göstərsələr də, onlar hər halda bütün hallarda biz çox yaxşı bilirik ki, öz erməni xislətlərini mütləq özlərində saxlayırlar. Onlar özləri Rus pərəst göstərə bilməzlər. Onlar Rusiya doğub. Bəli. Rusiya onların arxasında dayanıb. Bugün də. Amma məni savaşda kim dayanıb Ermənistanın əsas arxasında? tərəfi maraqlandırır bu ifadənizin sizin. Bu dayaq nöqtəsi. Yəni bu dayaq nöqtəsi deyəndə mən sanki bir belə də bir 5-ci kolonmu və yaxud da ki, hansısa bir bizim əleyhimizə, Azərbaycanın müstəqilliyi əleyhinə sabahları ayağa qalxa bilən, sabahları onun əleyhinə işləyə bilən bir qüvvə sanki düşünürəm dayaq nöqtəsi deyəndə. Mən də sözümü açıram da, mən də fikirdə həmən dediklərimi bir daha ispat edirəm ki, burada təbii ki, Azərbaycana son 150 ildə nə Amerikadan, nə İspaniyadan zərər dəyməyib. Bizə dəyən zərər ancaq Rusiyadandır. Çünki onların imperiya düşüncəsi var. İmperiya düşüncəsi də orta əsrlərin formatıdır. Bugün dünyada o dağılır. Amma siz görürsünüz ki, onların siyasi liderləri açıq elan edirlər ki, biz respublikalara bugün hətta bağışlayırıq, torpaqları bağışlamışıq. Biz onları geri almalıyıq. Biz yenidən imperiyanı bərpa eləməliyik. Özə Sovet dövlətindən getmir ha söhbət. Sovet dövlətində Lenin düşüncələri var idi, sosialist düşüncələri vardı, xalqlar azadlıqları var idi, milli kadrlar yaranır deyirdi. Bizdə məktəblər açıldı, institutlar açıldı, televiziya açıldı, qəzetlər başladı. Çünki Sovet imperiyasının, Sovet dövlətinin, o imperiya idi, amma onun siyasəti başqa idi, konsepti başqa idi. Rus imperiyasının konsepti hamını assimilyasiya eləməkdir və Rus başlıları yaratmaqdır ölkələrdə. Bugün Türkmənistan
Ermənistan da Rus məktəblərini bağladı dövlət tərəfindən açılan. Artıq Türkmənistan. Təbii ki, Gürcüstan da Ben yeri bağladı. gelmişken Ermənistan da bağladı. Litva, Türkmenistan, Latviya, Estoniya, bütün bağlayan mütərəqqi kimi- düşüncəli insanlar bununla bitiriblər bu məsələni. Türkmenistan bağlayan kimi Rusya Xarici İşlər Nazirliyi nota verdi. O versin də notada. Türkmenistana. Türkmənistan da onlara yaxşı cavabları verdi. Bəlkə deyirəm biraz ehtiyatlı tərpənmək lazımdır bu məsələlərdə. Siz necədir? Ehtiyatlı tərpənmək olar əgər dostunla və yaxud da səndən hansı düşmən olmayan bir ölkə ilə hansısa. Amma sənə qarşı açıq, yəni bu günlərin silahı üstümüzdən təyyarə ilə və yaxud da başqa ölkənin üstündə 400 ton silahı Erməniyə verirlərsə və açıq deyirlər ki, biz Ermənistan bizim orada forpostumuzdur və açıq oradan onların siyasətçiləri Turanın təhlükəsindən danışırlarsa, Türkiyəni bizim etnosun əleyhinə danışırlarsa, hansı ehtiyatdan söhbət eləmək olar? Özü nədən ehtiyat bilirsiniz ki, yanımızda Türkiyə kimi bugün dövlət var, dünyada bugün dəngələr dəyişilir, məsələlər dəyişilir. Onda biz başlayaq elə bütün dünyaya çıxan dillər var. Təkcə rus dili deyil ki, bugün texnologiyanın dili İngilis dilidir. Çin dilidir bugün texnologiyanın dili. Gəlin Çincədə məktəblər açaq, özəl məktəblər açaq. Kim istəyər, cibinin pulunu aparıb uşağını orada oxudar. Dövlət məktəblərinə gedir söhbət. Bir dövlət olaraq başqa dövlətin burada məktəbini açmağın özü olduqca mənim düşüncəmə doğru deyil. Təşəkkür edirəm. Beləliklə belə çıxır ki, bizim bugünkü verilişimizdə 2 şpion iştirak eləyir. Hələ çıxmır, onu siz elə deyirsiniz. O sizin fikriniz. Biri cənab Hacızadədir və ikincisi isə hətta həmin o dayaq nöqtələrindən birinə rəhbərlik etmiş Qalibə xanımdır. Cənab Hacızadə, özünüzü şpion sayırsınızmı? Hələ Rusiyada səfir də işləmisiniz. Belə subutsuz, faktsız çıxışlara bilmirəm necə cavab verim. Bu bizim hörmətli oponentimiz bizə sübut eləsin ki, Rus məktəbləri şpion yetişdirir. Mən Rus məktəbini qutarmışam. Mən elə bilirəm ki, mən elə yanımdadır ki, Kəmran bəy, siz dəsən Xalq Cəbhəsinin üzvüydünüz. Əbülfəzin yanındaydınız, eləmi? Əbülfəz bəyin yanında demək istəyirsiniz. Siz də onun yanındaydınız, onu da deyim sizə və siz də Xalq Cəbhəsi təyin eləmişdi məncə dövründə səfir təyin eləmişdi. Siz bizə müstəntiq deyilsiniz. Mən sual verəm, mən sizə cavab verim, yoxsa bir də mən şpion sözü deməmişəm. O şpion sözü siz interpretasiya elədiniz. Hikmət bəy də şpion sözü ilə cavab verir. Mən vaxt dedim ki, orada şpion hazırlayırıq. O sözü mən deməmişəm. Hörmətli aparıcı, xahiş edirəm mən dediklərimi deyim. Bir də Hikmət bəy, xahiş edirəm intonasiyanı dəyişin. Biz sizlə bir səngərdə olmuşuq. Milli Azadlıq Hərəkatında iştirak eləmişik. Bəli. İntonasiyanı dəyişin, zəhmət olmasa siz sözünüzü deyin. Mənə sual verin. Aparıcı mənə sual verəcək burada. Hörmətli aparıcı, xahiş edirəm heç kəsin sözünü kəsməsin. Siz mənə sual verdiniz, necə heç verəcəksiniz? Mən sual verirəm, sən Xalq Cəbhəsinin üzvüydün, yox. Sən deyə mənə müraciət eləməyin, Hikmət bəy, xahiş edirəm sizə. Siz deyə mənə müraciət edəcəksiniz. Siz əgər rus dilli adamsızsa, siz əgərlərim gedib Moskva televiziyasında kiməsə tüy desəz, saxla yoxsa, bu nə jargondur, bu nə danışıqdır, bu nə mədəniyyətdir. Bax, görürsünüz? Siz baxın, rus televiziyasında gedib kiməsə, tanımadığınız adamı, mən Hikmət bəyi ancaq yüksədə heç görməmişəm də, belə bir tanıyırıq, bu qəyabi tanıyırıq. Ты ответь на мой вопрос. Ты когда кем был? Ayıbdır belə söhbətdən danışmaq. Выбирайте выражение, Hikmət bəy. Будьте любезны, пожалуйста. Gəlin dinləyək. Hikmət bəy. Rasim bəy. Bəli. Əgər belə skandal olacaqsa, mən iştirak eləməyəcəm. Bir də mənim sözümü kəssələr, yaxşıdır bu xarcı. Kim kəsib onun sözünü? Sizin sözünüzü biz kəsmirik. Siz sadəcə olaraq sual verdiniz. Kamran bəy də cavab verdi. İndi mən də... Siz, bəy, Buyurun. Xalq Cəbhəsinin üzvü idiniz. Bəli, bəli. Siz onun proqram və bəyannaməni oxumuşdunuz, qəbul eləmişdinizmi? Təbii. Onu mən yazmışam. Lap yaxşıdır. Mən nə deyirəm? Mən deyirəm, biz səngördə olmuşuq da. Mən şpiyon, mən yazmışam onu. Mən ruski sektor... Yox, indi bu şpiyon ifadəsini mən biraz zarafat yana dedim. Xahiş edirəm. Pожалуйста, не прерывай. Xahiş, Rasim bəy. Bəli, qardaş. Belə olsa ya buxarcı. Demək, tezis belədir ki, Rus məktəbi şpiyon yetişdirir, 5-ci kolon yetişdirir. Və soruşma vayb olmasın. Topçu Başov, Məhməd Əmin Rəsulzadə, Xoyski və bütün o hökmən hamısı Rus məktəbi qutarmışdılar. Nə oldu şpiyonluq? Sual verirsiniz Hikmət bəy. Yox, sonra yaşayın konuşun. Будьте любезны.
Понятно. Вот я прошу привести доказательства того, что люди, закончившие школу на другом языке, становятся сторонниками той страны, того империализма. Махатма Ганди, İngiliz dilini qutarıb. Johar Dudayev, Çiçen, Rus məktəbini qutarıb. İrlandiya müstəqillik hərəkatının liderləri, İngiliz məktəblərini qutarıb. Əlcəzair müstəqillik inqilabının liderləri Fransız məktəbini qutarıb. Hanı burada 5-ci kolon? Hanı burada satqınlıq və s. Sektordan deyil, adamın ürəyində gərək olsun. Yoxdursa, az sektordan da sən vətəni sevməyəcəksən. Sonuncu sualım belədir. İki sual verin. Bana imkan verin, sual verin. İki olsun, ne olsun ki? Bandacı var ha. Onu neçə adam Rus sektoru tutarıb, neçə adam Azərbaycan sektoru. Bu qədər. Çok sağ olun. Bandacı. Rasim Bey imkan verin, cevap vereyim. Benim məlumatım yoxdur. Birincisi, şpiyon sözünü hörmətli aparıcı dedim. Mən o sözü işlətməmişəm. Bəli, Heç əlbəttə. 5-ci kolon sözünü də işlətməmişəm. Mən onu 5-ci vallahi kolon biraz İspanyada zarafat yaratırdım. baş verən hadisələrdə Yox, beşinci- belə məsələlərdə zarafat eləmək Yox, siz axı olmaz. zarafat olmayacaq. O mənə indi ittiham verir ki, Yox, indi mən siz şpiyon sözü Rusiya İcazə verin deyirsiniz cavablarına cavab verin. imperiyasını Suallarına cavab verin. dayaq nöqtəsi deyəndə Mən onu deyirəm, amma dayaq Bəli. nöqtəsi şpiyon demək deyil. yəni Tamamilə oranın başqa- maraqlarının Yox, yəni deyiləm, mən dayaq nöqtəsi demişəm. Mənim sözümü ora bura yaymayın, xahiş edirəm. Hörmətli aparıcı. Yaxşı, onda dayaq Yox, nöqtəsi indi deyəndə nə nəzərdə tutursunuz? Dayaq nöqtəsi mən deyirəm, icazə verin açım onu, amma şpiyon deməmişəm. 5-ci kolonda deməmişəm. Bəli. Baxın, o Topçubaşov Rus məktəbini bitirmişdi, təbii ki, və Rus imperiyası dövründə heç o vaxt heç Azərbaycan adı da yox idi və Azərbaycan dilində heç məktəb də yox idi. Bu bir. Və heç kim də demir ki, Rus bölməsini bitirən insan hökmən kiməsə xidmət eləyəcəkdir. Mən deyirəm ki, burada Rusiya dövlətinin insan məhsulu yaranır. Çünki o adamın nə Hüseyn Caviddən, nə Nəsimidən, nə Mirzə Fətəli Axundovdan, nə Cəlil Mirzə, ümumiyyətlə bütün bizim mütəfəkkirlərdən də, düzü Sabirdən, Seyid Əzim Şirvanidən xəbəri olmur. Bax, təsəvvürünüzə gətirin ki, bir adam Rus dillidir, o göz Hikmət bəy öz dilimizdə güclə danışır da. Rus dillidir və çıxır dünyaya Azərbaycanı təbliğ eləyir. İngiliz, fransız ondan soruşur ki, qardaş, sən hansı millətin nümayəndəsisən? Deyir ki, Azərbaycan millətinin nümayəndəsiyəm. Deyirlər, çox gözəl. İndi Hikmət bəy oxuyan insandır, amma məktəbdə bitirən insanlar o proqramla yetişirlər. Onun Azərbaycan tarixindən, ədiblərindən, Azərbaycan sərkərdələrindən heç bir xəbəri yoxdursa, istəyir necə vətənpərvər olur olsun, o Azərbaycanlı deyil. Çünki o ancaq Rus tarixi ilə, Rusiya sevgi ilə və məktəbdə keçirilən proqramla, yox, əgər o Rus məktəbində Azərbaycan proqramı keçiriləcəksə, nə ehtiyac var ki, Rus dilində Azərbaycan proqramı keçirilsin? Ana dilimizdə keçirirlər də. Təşəkkür edirəm. Qəlbə xanım, sizin də münasibətinizi bilmək istəyirdim. Kamran bəy inandırdı mı sizi məsəl üçün dediklərinə? Mən demək istəyirəm ki, Kamranın sözlərində diqqət doğru var. Mən bəzi sözlərinə ondan razıyam. Amma Kamran bir şey yaddan çıxardır ki, biz Sovet İttifaqından çıxmışıq. Biz doğulmuşuq və yaşamışıq Sovet İttifaqında. O vaxt kimin yadındadır, kimin yox deyirlər, Rus dilində deyəcəm. Чем скорее мы заговорим по-русски, тем быстрее мы придем к коммунизму. Belə bir Xruşov sözlər deyirdi. Və Rus dili bugün qutarmış insanların heç bir təqsiri yoxdur ki, o vaxt Sovet ideologiyada yaşayan insanlar, mənim atam da Kompartiyanın üzvü idi. Onlar tamam başqa cür yaşayırlar, tamam başqa cür fikirləşirlər. Və onunla nəzərə alaraq onları bizi Rus dilində oxutdular. Mən məktəbdə yazırdım ki, mənim ana dilim Rus dilidir. Və mənim onda təqsirim yoxdur. Onda ideologiya başqa idi. Ona görə də biz belə yazıb deyirdik. Bugünkü gündə əlbəttə ki, vətənpərvərliyi nəzərə alaraq mən razıyam ki, Rus məktəbləri ola bilər, amma bir xeyli vaxt keçəndən sonra bağlansın. Hələ tezdir. Bizim uşaqlarımız Rus dilində oxuyurlar. Rus dilində yaşayan, Rus dili danışanların sayı hələ çoxdur. Bugünkü gündə bağlayandan sonra, bax, fikir verin, bəzi məktəblər bağlanıb, cəmaat işsiz qalır.
Rus sektorun çoxsu Bakı şəhərin Əhmərli rayonunda, 8 kilometr rayonunda və başqalarında çoxsunda Rus sektoru, Rus məktəbləri bağlandı. 5-10 dənə şəhərin mərkəzində qalıblar. O deməli 41 nömrəli məktəbdir, 160 nömrəli məktəbdir. Bizim 23 sayılı məktəbimizdir, 8 nömrəli məktəbdir, 1 nömrəli məktəbdir. Mərkəzdə bəzi 5-6 məktəb qalıb. O da tamam Rus dili deyir, ha. Yarı Rus, yarı Azərbaycanlıdır. Mən də 20 nömrəli məktəbdə təhsil almışam, orta məktəbi. O vaxt ola bilər Rus dili məktəbi idi də. Bizdə mənim vaxtımda mən də 70-ci illər deyirəm. Artıq həm Rus bölməsi var idi, həm Azərbaycan bölməsi var idi. Amma mən qayıtmaq istərdim bu məsələyə. Məsələn, əgər düz deməsəm siz düzəliş eləyərsiniz. Mən belə hesab edirəm ki, bu dayaq nöqtəsi deyəndə bu başqa bir dövlətin maraqlarına sabahları xidmət eləyə biləcək insanlar. Yəni onların istər düşüncəsini, istər onların hansısa milli maraqlarını güdə bilən insanlar. Elə deyil. Bax, bu günlərim Rus dilini savunan insanları görürsünüz burada. Mən bir də təkrar edirəm, Rus dilinin əleyhinə deyiləm. Ümumiyyətlə heç bir dilin əleyhinə deyiləm. Heç bir dilin Azərbaycanda da Rus məktəblərinin əleyhinə deyiləm. Azərbaycanda dövlət tərəfindən, Azərbaycan büdcəsinə, yəni mənim cibimdən yaranan Rus dilli məktəblərin əleyhinəyəm. Özəl məktəblər yaransın, kim istəyərsə Rusça geçsin, oxusun orada. Bir də təkrar edirəm ki, mənim oxuduğum bütün kitabları dünyaya çıxışım Rus dili ilə olub. Amma indi dünyada texnoloji dili İngilis dilidir. Kim hansı dildə istəyirsə oxusun. Amma dövlətimiz bizim vergilərlə formalaşan büdcədən Rus dövlətinin burada məktəbini açmasın. Yəni mən sözümün canı budur. Bu arada siz biraz tələsirsiniz də, hələ vaxtı deyil. Bir neçə ildən sonra ola bilər biz bu məsələyə qayıdaq və bu olsun. Amma o neçə il adamlar yetişəcək axı o məktəbdə. Axı adamlar yenə yetişəcəklər neçə il o məktəbdə. Baxın, yenə həmin məsələyə qayıtmış oluruq da. Qəlbə xanım, siz bu dayaq nöqtəsi məsələsi ilə razısınız? Xeyr, mən heç vaxt onunla razı ola bilmərəm. Baxmayaraq ki, mən Rus dilində oxumuşam, Rus dilində danışıram. O demək deyir ki, mən Rusiyanı sevirəm və Rusiyanın politikası ilə razıyam. Xeyr. Rus doğrudan da bizə qarşı düşmandır bugünkü gündə. Biz bilirik ki, Rus erməniləri dəstəkləyir. Rus deməyək də, Rusiya dövləti deyək. Rus imperiyası. Elə necə vardı? Sovet imperiyası başqa idi. İndi Rusiya imperiyası tam başqadır. Mən onlarla əlbəttə ki, razı ola bilmərəm. Mən bir şey demək istəyirəm ki, baxmayaraq ki, Rus dili oxuyan mənim oğlum getdi Qarabağda döyüşməyə. Baxmayaraq ki, Rus dilində təhsil alır. Yeri cənnətli olsun. Amma Azərbaycan dili oxuyanlar bəzi Qarabağdan qaçıb gəldilər Bakıya. Bu faktdır da. Qəlbə xanım, çox üzr istəyirəm. Siz şəhid anasısınız. Biz bəzən məsələləri, sizə də böyük hörmətim var, bilirsiniz, həyatda. Bəzi məsələləri biz qatışdırırıq. Söhbət vətən sevgisindən getmir. Sektorun vətən sevgisinə heç bir adiyyəti yoxdur. Bu vətən uğrunda Yahudi də ölüb, Ukrayn da ölüb, Rus da ölüb, bizim şəhidlərimizin içində müxtəlif millətlər. Bu bizim vətənimizdir. Söhbət, bax, milləti formalaşdıran 3 parametr var. Dil, sən başqa dildə baxıyorsan, öz dilimizdə çətin danışırlar bu adamlar. Dil, mütləq. Mən indi Qəlbə xanım bilirəm, savadlı insandır, amma Azərbaycan tarixində bəzi sualları versəm, bilirəm ki, çətinlik çəkəcək. Seyid Əzim Şirvanidən suallar versəm, çətinlik çəkəcək. Düzdürmü? Doğru mu? Düzgü görürsünüz. Yəni ki, bu Azərbaycan vətəndaşına gəlir söhbət. Dil, mədəniyyət, yəni bayaq dedim şairlərimiz, ədiblərimiz, düzdür, tarixi şəxsiyyətlərimiz. O hamısı orada, mədəniyyətin içindədir. Bir də tarix bizi birləşdirən, ümumi tarixi proseslər. Bu vətəndaş bu 3 parametrdən ibarət deyilsə, o Azərbaycanlı deyil. Və onlarda da mənə böyük hörmətim var. Bizim dostlarımızdır, can qardaşlarımız. Amma niyə bu adamları biz yetişdiririk ki? Ne üçün? Onlar kimə lazımdır ki? Uşaqda fərasətə bax. Malades sənə. Olmaz ki, həmən o Azərbaycan tarixi biz Rus dilində yazaq. Ne üçün? Kim istəyir Rus dilində olsun? Kim istəyir? Mən də dedim kim istəyir də, yəni özəl olsun, məktəb özəl olsun, pulla olsun. Kim istəyir Rusça oxumaq? Valideyn istəyir ki, mənim evladım Rusça oxu, getsin oxusun. Dövlət məktəblərinə gedir söhbət. Bizim büdcədən niyə o maliyyələşməlidir? Siz Rusiyada Azərbaycan məktəbi aça bilərsiniz. Kəmran bəy, bu biraz tələsirsiniz, mən yenə deyirəm. Sizə də gəlir, məncə vaxtıdır. Hələ çox üzr istəyirəm. Mən istəyərdim ki, cənab Hacızadə sizə müraciət edeyim. Baxın, indi Kəmran bəy səsləndirdi burada ki, prinsip etibarı ilə deyir, Rus dilinin əleyhinə deyiləm. Rus dilində təhsilin də əleyhinə deyirəm. Sadəcə olaraq dövlət büdcəsindən bunun maliyyələşdirilməsinin əleyhinəyəm. Siz bu məsələyə necə yanaşırsınız?
mən Azərbaycan qanunvericilik tərəfindən bu işə yanaşıram və deyirəm ki, Azərbaycan qanunvericiliyində, büdcədə nəinki rus, erməni məktəbi də maliyyələşə bilər. Çox sağ olun. Bəli, ləzgi, talış, rus, erməni məktəbi büdcədən bu bir, bizim qanunvericiliyimizdir. Gördünüz Rasim bəy? Bizim nəyi gördünüz? Qanunvericiliyi deyirəm sənə, nəyi gördünüz? Yox, bilər bir şeydir, amma Bilər bu yox, lazımdır ya yox. Eləyirlər və qanunudur bu. Bunu eləyirlər. Məktəb 1 nömrəli 8, o birisi, bu birisi büdcədən və bu tamamilə bizim qanunlarımızdandır. Bəli. Bu bir. İkincisi, Gürcüstan rus məktəblərini bağlamayıb. Orada rus məktəbləri var, qalır. Türkmənistan ki, bağlı. Türkmənistan ümumiyyətlə şizofrenik bir ölkədir. Və dördüncüsü. Azərbaycan Avropa Şurasının üzvüdür və oradakı sənədləri, xartiyaları, protokolları, sazişləri imzalayıb. O cümlədən xartiya milli azlıqlar və onların mədəniyyətinin və s. xartiyasında və orada konkretlə yazılır ki, məktəblər olmalıdır, büdcədən maliyyələşməlidir, onlara yardım göstərilməlidir. Kim hansı məktəbdə oxumaq istəyir, oxusun. Amma mənim indi o cavabdır. İndi mənim sualım var. Bəli. Axı niyə cəmaət uşaqlarını rus məktəbinə qoyur? Niyə? Təşəkkür edirəm sualınıza görə. Yeri gəlmişkən elə həmən sualı Rasim bəy- mən də həmən sualı vermək düşünürdüm. Amma Hikmət bəy qaçışdırdı. İcazə verin, danışaq, icazə verin. Bəli. İcazə verin. Demək, nəsə rus məktəbin bir sirri var. Rus məktəbin demək hansısa xeyri var. Elə belə deyil. Burada demək Kəmran müəllim deyir ki, səfir gedib orada Moskvada çıxış eləsə, Hüseyin Əzim Şirvani haqqında danışa bilmir. Bəs Azərbaycan sektorundan savadsız adam gedib orada ümumiyyətlə danışa bilməməsi o yaxşıdır. Niyə savadsız getməli ki? Savadlısı getsin də. Savadsızları gedir. Yox, Azərbaycan bölməsi hamısı savadsızlardan ibarətdir, Hikmət bəy. Niyə kəsirsən? Necə, hə? Hörmətli az sektor, niyə kəsirsən sözünü? Siz mənə sual verirsiniz. Sən danışdın, mən bu lastını səsini çıxartdım. Axı mən sizə sual vermədim axı. Mən danışırım, siz mənə sual verirsiniz. Не перебивай меня. Не задавайте вопрос, говорите до конца, я вас выслушаю. Bir dəqiqə. Ты не можешь его выключить вообще. Так вы полемизируйте со мной. Дай мне, я полемизирую в другом месте. Дай мне сказать до конца. Да вы вместо темы Buyurun, про buyurun, Камран buyurun. говорите, понимаете? Kəmran Про bəy, xahiş Камран. edirəm. Kəmran bəy. Оставьте мою персону в сторону. Ay Kəmran bəy. Xahiş. Bu tanışsın da mənə sual verin axı. Qulaq as, eşit. Bəli, buyurun. Eşidirəm mən sizi. Sən uydurmusan özün üçün hansısa konsepsiya. On sən deyə mənə müraciət edir. Başa siz Mənlə siz danışın, mənə mənlə. sən deyə müraciət eləməyin, xahiş edirəm sizdən. Mənə Bir deyirsən. sonuncu dəfə xahiş edirəm sizdən. Sən deyə mənə müraciət eləyə bilməzsiniz Hikmət bəy. Hikmət bəy, Məndən mənə danışmayın, deyirsən. mövzudan danışın. Kamran mən bir dəfə də Hikmət bəy adı çəkməmişəm burada. Siz bağlansın, siz danışın özü bilə. Nəysə, Bir dənə vstavka Hikmət bəy, eləmək istəyirəm buyurun. ki, Rus məktəblərində bugünkü gündə səviyyə biri Azərbaycan bölməsindən daha da yaxşıdır. Daha da Qarabağ, mən güclüdür. sizinlə razıyam. Baxın, Hə, əvvəla Hikmət bəy orada bəzi məsələləri qarışdırdı. Bizim qanunvericilikdə etnik mənsubiyyəti olan xırda xalqlardan gedir söhbət. Başqa dövlətin dilindən getmir söhbət. Rus dili başqa dövlətin dilidir. Biz burada talış dilində də, ləzgi dilində də bəli məktəblər aça bilərik, ibtidai siniflər aça bilərik. Hamısı bizim canımızdır, qardaşımızdır. İstəsələr, sinif yığa biləriksə aça bilərik. Rus dili başqa bir dövlətin, üstəlik də tarixən bizə düşmən olan bir dövlətin dilində məktəb açmaq, bu o qanuna uyğunluqdan kənardır. Gürcüstandakı məktəblər özəl məktəblərdir, onu da doğru söyləmir. Özəl məktəblərdir. Və gürcülərin də rus dilinə olan münasibəti, Qalibə xanım, siz də bilirsiniz də, gürcülərin rus dilinə, Sovet dönəmində də Bəli. onlar rusca danışmağı xoşlamazdılar. Molla Respublika idi, onlar da ermənilər də. Bəli, ermənilər də. Baxmayaraq, Azərbaycan tamam başqa idi. Bəli. Və siz dediyinizdə həqiqət var. Rus dil sektorlarının, Azərbaycan sektorlarına bugün təhsili
hamısından yox təbii ki, amma bir 80%-dən daha yüksəkdir. Nə üçün? Çünki bizim Azərbaycan dili sektoruna, bölməsinə, tariximizə bax, münasibət belədir, bax, indi gördüyünüz kimi. Hikmət bəy, Evet. buyurun, eşidirik sizi. Eşidirsiniz ha, çok Bəli, güzel. buyurun. Birincisi, hiç kim hele ki bu diskusiyalarda, 3-4 gün getdiyi diskusiyalarda sübut eləməyib ki, Rus məktəbləri Rusun dayaq nöqtəsini yetişdirir. Xalq Cəbhəsi İdarə Heyətinin düz yarısı Rus məktəblərini qutarıb komünist vaxtında. Və onlar zəhərlənməyib orada. Topçubaşovdan Rəsulzadə Çar məktəbində oxuyub. Və onlar Azərbaycanlılardır. Bizim qanunvericilik haqqında dedim. Bilavasitə göstərilib ki, Rus məktəbi, Erməni məktəbi, Dalış, o birisi Ləzgi büdcədən maliyyələşdirilməlidir. Sonra Gürcüstan Rus məktəblərini bağlamayıb. Yoxdur elə şey. Və nəhayət, niyə söhbəti? Niyə valideynlər uşaqlarını Rus məktəbinə verir? Ona görə ki, oradan dünya görünür. Ona görə ki, oradan Rasim bəy demişkən, o təhsil axırda pul gətirir. Dünyanın balaca ölkələri Azərbaycan kimi, Danimarka, Finlandiya, Belçika və s. Bunların hamısının pilot dili var. Çünki onlar dünya məlumatını öz dillərinə tərcümə eləməyə imkanları yoxdur, bazarları balacadır. Mən sadaladığım ölkələr üçün pilot dili İngilis dilidir və Danimarkada, Hollandiyada ali təhsil İngilis dilində gedib bilsəniz. Belçikada fransız dilidir. Biz üçün qabaq pilot dili ərəb dili idi. Əfsus ki, ərəblər biraz geriliyib, buna görə yaramır bizə. Dünyada, internetdə ən çox məlumat İngilis dilindədir. Əfsus ki, ona əlimiz çatmır. İkinci yerdə, mən də öz çox təəccüb elədim. Nə fransız, nə İspan dilidir. İkinci yerdə Rus dilidir. Oradan gəlir dünya məlumatı bizə. Bizə heç Tolstoy, Dostoyevski zat da o qədər lazım deyil. Bizə İvan Grozny lazım deyil. Dünyadan tərcümə olunmuş məlumat gəlməlidir. Burada savadlı, dünya görüşlü, geniş dünya görüşü olan adam yetişə bilər. Ondan sonra o vətəni də müdafiə edə bilər, bütün dünyaya da öz sözünü deyə bilər. Bax budur, niyə məktəblər Rus dili məktəbinə verir valideynlər uşaqlar. Bax bir rəqəm deyim sizə. Azərbaycan dilində çıxan kitablar ən çoxu 300 tirajla çap olunur. 300. 10 milyon ahalidir. 300 kitab. Onun da bir 30-40%'i qonum qardaşa paylanır. Niyə oxumursunuz? Ay soruşmaq ayıb olmasın. O niyəni mən bilmirəm. Ancaq fakt odur ki, oxumurlar. Rus sektoru 8%'dir. Orada oxuyanlar var, tapılar. İndi yaxşı. Bu birisi 90% kitab oxumur. Dünyada xəbər yoxdur. Buradakiler biraz oxuyur. Gəlin buranı da bağlayaq. Olsun qaranlıq. Dəhşətli bir savadsızlıq və qaranlıq gəlir ölkəmizə. Təşəkkür edirəm. Təşəkkür edirəm. Xahiş edirəm. Buyurun. Dəhşətli bir qaranlıq artıq buradadır. Televizoru yandırın, oradan o kök arvadlar seygah oxuyur ha. Bax o gəlir üstümüzə. Məndə sığar ikən cahan, mən bu cahana sığmazam mən. Gövhər la məkan mənəm, kövdü məkana sığmazam mən. Zərrə mənəm, günəş mənəm, car ilə pəncü şeş mənəm mən. Cism ilə can mən,
hal-hazırda cəmiyyətdə rus məktəblərinə maraq artıb və artmaqdadır. Bilirsiniz, halbuki 90-cı illərdə bunun tam əksi baş verirdi. 90-cı illərdə heç nə bir inzibati bir qaydada rus məktəbi bağlanmırdı, nə bir inzibati qaydada bir hansısa rus bölməsinə aid olan siniflər ixtisar olunmurdu və s. Amma ümumi bir meyl, Bilirsiniz səbəbi ümumi nəyə, bir Rasim bəy? istiqamət var idi ki, bu nəticəsində tədricən Azərbaycan bölmələrinə gedənlərin sayı artırdı və hətta bunun nəticəsində pedaqoji heyətdən xeyli ixtisarlar oldu. Bəli. Və bu günləri bizim təhsil sistemimiz onun əziyyətini çəkir. Bilirsiniz nə üçün? Səbəbi nə idi? Çatışmır o müəllimlər. Səbəbi nə idi? Bir dəqiqə, mən istərdim Buyurun, ki, bir məktəb direktoru kimi müraciət edeyim və istərdim ki, Qalibə xanım, siz deyəsiniz. Sizcə, bax bu son vaxtlar, ələlxüsusda bunu mən 2005-ci, 2006-cı illərdən sonra bayaqları Kamran bəy də bu məsələyə toxundu. Niyə görə bu son vaxtlar rus bölmələrinə olan maraq belə artmışdır? Mən demək istəyirəm ki, o 90-cı illərdə yəqin siz nəzərdə tutursunuz da, o vaxt Yox, yəni son vaxtlar vətənpərvərlik çox yüksək idi. İnsanlar rus məktəbini istəmirdilər, çünki ruslar bizim başımıza onu açdılar, onu hamı gördü 90-cı ildə. Biz deməli çox adam o vaxt ruslara imtina edib Azərbaycan bölmələrinə getdilər. Azərbaycan bölmələrinin uşaqları çoxaldı. Ancaq mənim bir şey də demək istəyirəm ki, o zaman mənim öz qohumlarım da çox adam verdilər Azərbaycan bölməsinə. İndi həmən adamlar mənə deyirlər ki, biz çox peşmanıq. Qərar Rus bölməsinə verir. Bilirsiniz, keyfiyyət. Yenə deyim, Rus bölməni dərsləri, müəllimləri daha da maraqlı keçir, daha da yaxşı keçir. Mən məktəbdə işləyəndə öz Azərbaycan bölməsinin müəllimlərinə deyirdim ki, gedin Rus bölməsinə, öyrənin onlardan. Baxmayaraq ki, Rus bölməsində həmən Azərbaycanlılar işləyirlər, başqa millət yox idi. Amma keyfiyyəti, dərslərin keyfiyyəti zəif idi. Daha da aşağı. Bəli, bax siz də deyirsiniz, az əvvəl cənab Hacızadə də bunu söylədi ki, Rus bölməsində daha yaxşı savad verilir, eləmi? Bəli. Təsdiq edirsiniz. Amma son illər biz götürsək, Azərbaycan bölməsində təhsil alanların qəbul imtahanlarında göstərdikləri nəticələri və Rus bölməsində olanların nəticələrini və biz görərik ki, məsələn, hətta son qəbul imtahanlarında 650 baldan çox bal toplayanlar arasında Rus bölməsini bitirənlər yoxdur. Ümumiyyətcə. Bu statistikadır. Bəli. Bilirsiniz, o ona görə deyir ki, Bunu Rus necə bölməsi zəifləyib, vəbşə təhsil zəifləyib. Yox, axı Amma siz Azərbaycan bölməsi var. dediniz ki, Rus bölməsi daha yaxşı savad verir. Nisbətən. Bəs yaxşı savad verirsə, ali məktəbə daxil olanlar arasında niyə Rus bölməsini bitirənlər arasında 650 baldan çox toplayan yoxdur? Bilirsiniz nə üçün? Onların heç bir Azərbaycan dili dərsi var da, bilirsiniz indi mütləqdir. Bəli. Azərbaycan dilinə cavab verə bilmirlər. Bu uşaqlar 2-ci sinifdən 10-cu sinifə qədər Azərbaycan dili keçiblər və Azərbaycan dilində yazmağı, oxumağı öyrəniblər. Zəhmət olmasa adınızı deyin. Sveta. Sveta, hansı küçədə yaşayırsan? Yaxşı. Sveta, deyə bilərsənmi Azərbaycanın paytaxtı haradır? Səməd Vurğun. Niyə Azərbaycan dilini bilmirsən bəs 10 il oxumusan? Mən istəyərdim ki, siz bax bunu nə ilə izah eləyə bilərsiniz ki, bir tərəfdən deyirsiniz ki, təhsil daha yaxşıdır Rus bölmələrində, savad daha yaxşı verilir. Digər tərəfdən də statistika göstərir ki, heç də siz deyən kimi deyil. Bilirsiniz... Amma bu yandan da əksinə maraq artır. Yəni sanki belə də bir-birinə zidd olan proseslər gedir. İcazə verərsiniz, axın məsələsini dediniz siz, axın 90-cı illərdə. Qalibə xanım tamamilə doğru söylədi. 90-cı illərdə milli azadlıq hərəkatı nəticəsində bizdə milli ruhun yüksəlməsi var idi. Deməli çox belə 10-15 illik barıtımız var. Nə üçün var idi? Yox, bir dəqiqə. O barıtın səbəbi nə idi? Çünki arxada Azərbaycan bölməsini bitirən Xəlil Rza
Bəxtiyar Vahabzadə, düzdür? Səməd Vurğun, düzdür? Səməd Vurğun. Bəli, sən Rus Azərbaycan bölməsini bitiribdi. Azərbaycanca şeir yazırdı da. Biz Səməd Vurğun elə bir balaca şairdir. Biz indi Sovet şairi deyib onun əleyhinə gedirik, amma o heç kəs həmin onun o əleyhinə Komsomol getmir, poemasında da görürsünüz milli poemadır. Bütün orada bolşeviklər də Azərbaycanlılardır. Adlar. Hansı ki Azərbaycanlılar heç də Sovet inqilabında çox da belə iştirak eləməmişlər. Millilik vardı. O milli ideya vardı ya. Bütün Azərbaycan, Təbriz, bunlar hamısı Azərbaycan bölməsinə xas olan düşüncələrdir. Bizə Azərbaycan vətəndaşının təfəkkürü lazımdır və bu gün də bu çox yanlış yanaşmadır ki, biz Azərbaycan bölməsinin təhsil səviyyəsini qaldırmaq üçün Rus bölmələri çoxaltmalıyıq. Bu kognitiv dissonansdır başda. Biz Azərbaycan bölməsinin təhsil səviyyəsini qaldırmaq üçün ora verilən büdcədən pul var ha Rus məktəbinə. Onu bu tərəfə verməliyik. Müəllimlərin maaşını artırmalıyıq. Kurslar yaratmalıyıq. 8%-lə düzələcək. 8% az pul deyil. Bu bir. İkincisi də ki, ümumiyyətlə dövlətimiz təhsilə pulun yatırımını artırmalıdır. Almaniya bilirsiniz, 2 dəfə Feniks quşu kimi yanıb, dağılıb, yenə də qalxıb. Birinci Dünya müharibəsindən sonra onun səbəbi təhsildir. Və onun səbəbi Almaniyada rus dilli təhsil deyil, Alman dilli təhsildir. Onlar Fichteni, onlar Kantı, onlar Nietzscheni, onlar mütləq Alman mədəniyyətini öz insanının beyninə yeritməklə məşğul idilər. Böyük xərc çəkdilər əsasən təhsilə və təhsil nəticəsində Almaniya indi Avropanın yenində iqtisadi ən qüvvətli dövlətidir. Biz təhsilə bugün belə yanaşsaq, ki, bizinkilər oxumurlar, bizinkilər kitabı çıxırancaq, gəlin hamımız Rus bölməsinə gedək, başlayaq Rusca oxumağa. Onda bu dövlət nəyə lazımdır? Mən bununla əlaqədar cənab Hacızadəyə müraciət etmək istəyirəm. Cənab Hacızadə, indi bu Sovet dövründə deyilirdi ki, Rus bölmələrində müəllim heyəti Yahudilərdir, Ruslardır, Polyaklardır, hətta ermənilərdir. Dərsliklər də əsasən bildiyimiz kimi Moskvada hazırlanırdı, Rusiyada hazırlanırdı. Amma indi isə müəllimlər də istər Azərbaycan bölməsində, istər Rus bölməsində hamısı bizim müəllimlərimizdir, Azərbaycanlı müəllimlərdir. Dərsliklər də bildiyiniz kimi onlar da Azərbaycan bölməsində olan dərsliklər tərcümə olunur. Rus bölməsində də həmən dərsliklərdən istifadə olunur. Bəs belə olan halda üstünlük nədədir? Birincisi, məsəl üçün biz ancaq bir faktı bilirik ki, Rus sektorun populyarlığı aşağı düşmür, əksinə. Bu da bilirsiniz, bu da bir sosioloji faktdır. Sovet bloku ilə Qərb arasında sözləşmə gedəndə, dava gedəndə, propaganda gedəndə Qərblilər deyirlər ki, "Ваши граждане голосуют ногами." Sizin vətəndaşlar bütün siz dediyi şeyləri qoyurlar qırağa, keçirlər bu tərəfə. Nəyə görə? O artıq o birisi məsələ. Demək bu bir. İkincisi, mənim qənaətim. Deyirlər ki, Rus məktəbi nəyə lazımdır ki? Lap orada müəllimlər də Azərbaycanlıdır. Şagirdlərin də çoxsu Azərbaycanlıdır. Ancaq nətərsə orada başqa mühit yaranır. Nədir o məsəl üçün? Orada avtoritarizm biraz azdır. Orada qadına münasibət humanistdir. Orada şiddət biraz azdır. O nəyin hesabına olur mən bilmirəm. Ədəbiyyatınmı, oradan buradan gələn məlumatınmı, nədən bilmirəm. Ancaq orada başqa mühit var. Və uşaqlar bunu qəbul edir, götürür. Ona görə Rus sektorun məzunları biraz fərqlənir Azərbaycan sektorun şagirdlərindən. O ki qaldı, siz bal məsələsini dediniz. O çox maraqlı məsələdir ki, Rus sektorun balı aşağıdır. Rus sektorun məzunları azdır. Bu bir. İkincisi, bilik haqqında. Təhsilin nəticəsi haqqında. Təhsilin nəticəsi təkcə biliklə ölçülür. O üç şeydən ölçülür. Bir, bilik, sənin başında məlumatlar olmalıdır. Что, где, когда oxumalısan, oynaya biləsən.
İkinci, sən bu məlumatları idarə eləməlisən. Üst-üstə gəlməlisən onları, çıxmalısan bir-birindən, başqa cür qurmalısan. Bu iki. Və üç, nəhayət, azad düşüncə, azadlıq. Mən belə oturmuram, belə otururam. Ayağımı belə qoyuram. Belə şalvar geyirəm, belə mahnı oxuyuram. Bu hamısı nəticədə insanı başqa cür formalaşdırır və bu Rus sektorunda biraz çoxdur. Nəticədə ayaqla səs verən adamlar balalarını verir Rus məktəbinə. İndi maliyyə məsələsi. İngilis dili, Fransız dili çağırışları edildi buradan. İngilis dili yoxdur Azərbaycanda. Onu qazanmaq üçün çox böyük məbləğdə büdcədən pul sərf eləmək lazımdır. Nə qədər? Səlis İngilis dilini bilmək üçün və İngilis kontekstini başa düşmək üçün 5.000, 7.000 manat pul ödəməlisən. Sən pilot dili qazanmaq üçün Rus məktəbinə əgər verirsən uşağı, sənin uşağın artıq dünyaya onun pəncərəsi açılır, pulsuz. Əlbəttə, mübahisəli məqamlar çoxdur dediklərinizdə. Bu gün Azərbaycanda əgər doğrudan da büdcədən pul ayrılırsa, hansısa dildə məktəb açılsın, qoyla türk dilində açılsın. Türkiyə daha demokratik dövlətdir, daha bizə dost dövlətdir, yaxın dövlətdir. Əmbək, ben denizi tahkir etme fikriniz vardırsa, ne için bunu kendi hanenizde icra ediyorsunuz? Başka bir yerde eda etmek kabil değildir. Ha? Çok razıyım. Baxın, hətta mən deyərdim ki, bir qapalı bir dairə var. Hətta qüsurlu bir qapalı bir dairə var. Yaxşı təhsil almamış, yaxşı savad almamış bir şagird sabahları bir pis tələbəyə çevrilir. Həmən o pis tələbə ali məktəbi bitirəndən sonra savadsız mütəxəssisə çevrilir. O cümlədən savadsız müəllimə çevrilir. Və həmən o savadsız müəllim yenidən savadsız şagird yetişdirir. Başqa bəla var. Dövlət indi İcazə verin mən bitireyim. Bunun demək istədiyimin bir canı var. Ki bax bu bir qapalı bir sanki bir dairədir də. Necə fikirləşirsiniz? Bax bu dairəni biz necə qıraq? Onun harasından qıraq? Bu dairəni çünki harasındansa bir yerindən bu qüsurlu, qapalı dairəni biz qırmalıyıq. Və bunu necə qırmaq olar fikrinizcə? Qaliba xanım, istəyirsiniz cavab versin sonra. Mənə gəlir ki, bilirsiniz bu doğrudan da müəllimlərin maaşı birincisi qalxmalıdır. Marağı olsun dərsləməyə. Müəllim şagirdi dərsdən sonra saxlayıb pulla məşğul olmalı deyil. Çox üzr istəyirəm, sözünüzü kəsirəm. Bir statistik məlumatı da deyim sizə. Yəni 25% bizdə bu abituriyentlər arasında müəllim olmaq istəyənlər var. Bu bir tərəfdən həm müəllim peşəsinin statusunun son vaxtlar hörmətə minməsi. Çünki bir ara biz bilirik ki, belə də biraz təəssüf ki, o qədər də yaxşı tendensiya yox idi bu istiqamətdə. Bir də ki, müəllimlərin son zamanlar əmək haqqlarının artması nəticəsindədir ki, bu belə bir maraq var. Rasim bəy, mən söz demədim. Bəli, buyurun. Bilirsiniz ki, indi ölkədə son gedən prosesləri görürsünüz. Rusiya tərəfdarı olan insanların da ölkəmizdə əməlli başlı cinayətkar olmağı üzə çıxır. Görürsünüz və bilirsiniz kimlər həbs olunur, kimlərə qarşı bu günlərim. O neçə ildə Azərbaycanda o təbliğat gedib ki, bizim dilimiz, bizim mədəniyyətimiz çox zəifdir. Natamamlıq kompleksi yaratmağa çalışıblar və Azərbaycan dilində danışmaqdan hətta utanıblar da. Sovet dönəmində də bu var idi, amma o tendensiya davam etdi. Biz milli düşüncəyə sahib olmasaq bugün, öz dilimizi qorumasaq, öz məktəblərimizin səviyyəsini qaldırmasaq, o emisarlar yenə də öz işlərini görəcəklər. Dairəni necə qıraq? Dairəni ancaq elə qıracaqsınız. İnsanlara milli kimliyini, milliyyətçiliyi,
Bax Türkiyədə də belədir. Hansından Almaniyada da başlayaq? belədir. Şagirddən, tələbədən, Bütün müəllimdən. Azərbaycanda olan vətəndaşlardan başlamaq lazımdır. Bütün vətəndaşlardan. Siz Almaniyada gedib fransız dilində danışanda sizə yaxşı baxmayacaqlar. Orada da milliyyətçi düşüncə var. Fransada da milliyyətçi düşüncə var. Litvada da milliyyətçi düşüncə var. Gürcüstanda da. Gürcü çox nadir halda öz uşağını rus bölməsinə verər. Həmçində Litvalı. Bilirsiniz ki, Kanada fransız və ingilis dillidir. Fransızlar fransız bölməsinə gedəcəklər Kvebekdə, ingilislər çünki öz mədəniyyətinə, öz dilinə hörmət var. Əvvəl öz dil və öz millət və hörməti bərpa eləmək lazımdır. Televiziyalar işləməlidir. Hikmət bəyin dediyində bir söz var ki, o Gömbul xalalar efirdən oxuyurlar, onu doğru söyləyir. Amma onun səbəbi məhz ondan ibarətdir ki, biz öz dilimizə, öz tariximizə maraqsızıq. Biz elə bilirik ki, dünyada digər ölkələrin mədəniyyəti bizimkindən üstündür. Və bu günlərim siz yenə də Gürcüstana getsəz, görəcəksiniz ki, öz dilində danışan yetərincə savadlı balet əladır Gürcüstanda, bugün televiziya əladır bugün Gürcüstanda, rəssamlıq əladır bugün Gürcüstanda, teatrdan əladır, hamısı yüksək səviyyədədir. Hamısı da Gürcü dilində danışan adamlardır. Hətta Sovet dönəmində futbol komandaları vardı. Ararat, Dinamo Tbilisi, Neftçi. Belə düşüncəli insanlar o vaxtda da çox bizi yanıldıb. Komandamızı bir Azərbaycanlı yox idi. Gürcü komandası ancaq Gürcülərdən ibarət idi. Ararat komandası da ermənilərdən ibarət idi. Bitdi. Sovet dövləti yoxdur. Bugün biz milli dövlət yaratmasaq, insanlarımızın dövlətə inamı azalır. Başqa sektora getməyin səbəbi odur. İnsanlar buradan qaçmaq istəyirlər. Ayaqla səs verənlər Rusiyada heç səs verib eləmirlər. Rusiyada bugün bütün saxtakarlıqdır o seçkilərdə. Gedin baxın Rusiyada. O yüzden de biz dövlət vətəndaşlarımıza inandırmalıyıq ki, siz bu dövlətin dilinin sahibisiz. Bu dövlətə inanın ki, gələcəkdə bu dövlətdə yüksəliş əldə edək. Təşəkkür edirəm. Əlbəttə sizin dediklərinizdə həqiqət var. Yəni siz belə deyirsiniz ki, ümumiyyətcə biz təhsil sistemimizə konseptual olaraq yenidən yanaşmalıyıq. Təhsil sisteminin konsepsiyasını biz tamamilə başqa ideoloji əsaslar üzərində qurmalıyıq. Büdcəmizin ən azı 20%-i ora ayrılmalı. Amma Kamran bəy, o dediyim o qapalı dairəni qırmadınız. İstəyirəm cənab Hacızadədən soruşum bu haqda ki, cənab Hacızadə, siz necə hesab edirsiniz? Bax, bu haqqında dediyim o qüsurlu qapalı dairəni necə qırmaq olar? Hardan başlamaq lazımdır fikrinizcə? Ölkəmiz demokratik ölkə olmalıdır. O yoxdur elə indi. Hökumət milləti düşünməlidir. O yoxdur. Tutalım ki, o oldu. Onda belə eləmək lazımdır. Açıq qapılar siyasəti aparmaq lazımdır. Biz avrointeqrasiya eləməliyik. Avro-Qərb mədəniyyət və elm mərkəzlərinə əlçatanlıq yüngülləşdirilməlidir. Oradan bura adamlar gəlməlidir. Buradan ora adamlar getməlidir. Və burada Məhəmməd Peyğəmbərin sözü yada düşür. Elm Çindədirsə Çinə gedin. İndi isə elm Brüsseldədir. O yolu açmaq lazımdır. Oradan küllü miqdarda təhsillə bağlı, sosiologiya ilə bağlı və s. proqramlar var. Bizə yardım eləyəcəklər, kömək eləyəcəklər. Əfsuslar olsun ki, bu və digər yollarla bizim cəmiyyətimizi elə zəiflədiblər ki, müəllimimiz, xaxımız puldan başqa heç nə düşünmür, fikirləşmir. O barədə, o korrupsiya barədə mən heç danışmıram. Açıq qapılar siyasəti, avrointeqrasiya. Deməli, Hikmət bəyin dediyindən belə çıxdı ki, mənim haqqında danışdığım qapalı dairəni, bu qüsurlu qapalı dairəni biz özümüz yox, kimsə kənardan gəlib bunu dağıtmalıdır. Rasim bəy, məncə başqa şey deyirdi Hikmət bəy. Özü bu dəfə doğru deyirdi. Avropa düşüncəsinə... Erdoğan'ın Rusiyası özü heç nə eləyə bilmədi. Piotr pəncərə açdı, Avropadan tökülüşdü ora müəllimlər. Sonra indi Rusiya gəldi, bu boyda nə oldu? Bəli, odur. Biz dediyimizi təsdiq elədi əslində. İndi fikirləmişsiniz, bəli, Avropa düşüncəsi azadlıq və buntarlıq üzərində qurulub. İndi yox, 1000 il bundan əvvəldən bu tərəfə. Azad düşüncə, azad söz və insan haqları.
O yüzden də ora inteqrasiya eləmək üçün bizə rus dili qətiyyən lazım deyil. Mən bir də təkrar edirəm ki, Avropanın dili rus dili deyil və dünyada ingilis dili bugün dünyavi dildir. Biz öz dilimizlə yanaşı o dili yaxşı öyrənməli. Düzdür, Hikmət bəy düz deyir, çətindir, ona nə qədər pul xərcləməlidir. Xərcləyək, amma işıq hardadırsa, Avropadadırsa ora gedək. Daha avtoritar dövlətlərə yox. Amma baş verənlər biraz sanki bunun bizə əksini göstərir. Məsələn, mənə məktəblərdə çalışan tanışlarımdan eşitmişəm bu haqda. Bəlkə siz də eşitmişsiniz bu haqda ki, görürsünüz ki, heç Azərbaycan dilini bilməyən valideynlər, heç rus dilini bilməyən valideynlər, qonşularımız da var. Uşaq da artıq gəlib 7 yaşına çatıb, rus dilində bir kəlmə bilmir, aparırlar bunu rus bölməsinə. Faciə deyilmi? Öz dilini üstdən aşağı baxır. Özdə bu bir tək sizin qonşunuz, onun qonşusu belə deyil. Artıq bu biraz kütləvi hal alıb. Və üstəlik də ki, rus bölməsində biraz mədəniyyət var. Azərbaycan bölməsində qalmayıb. Bundan ötürü hətta rüşvət də verirlər. Qalib xanım, Azərbaycan bölməsində də mədəni insanlar yetərincədir. Azərbaycan bölməsində Niyə? gəl aşağıdan. Xahiş edirəm. Şey üçün deyir. Mənim üçün çox xoşdur sizin belə... Поэтому Azərbaycanski sektoruna şimdi olsun. Mənim üçün çox xoşdur Kamran bəy. Sektorlarda rüşvət artıq orada girib, onu bildiyimsə orada da az deyil. Elə hər yerdə biz Azərbaycanlılarıq. Rus sektorunda da, Azərbaycan sektorunda da. Mənim üçün əlbəttə çox xoşdur sizin öz aranızda belə gözəl söhbət eləməyiniz. Amma istərdim ki, unutmayasınız ki, mən də varam burada. Buyurun. Və bu mənim sizə sonuncu sualımdır. İstəyərdim ki, başqa tərəflərə yozmadan məsələni, konkret, siz özünüz necə hesab edirsiniz? Nəyə görə son vaxtlar, bax bu, hətta rusca bir kəlmə də bilməyən uşağı məcburən valideynləri gətirib rus bölməsinə qoymaq istəyirlər? Mən bunu deyim, istəmirəm bir də təkrar edeyim də. Buyurun. Azərbaycan bölməsində mədəniyyət bugün qalmayıb. Rus bölməsində biraz var. Yox, axı çox təəssüflər olsun. Axı həmin valideynlər, onlar da Azərbaycanca təhsil alıblar. Sonra həmən az əvvəl danışdıq ki... Rasim müəllim, şəhərə baxın bugünkü gündə. Mentaliteti görmürsünüz, nə gündədir? İngilis dilindəki məktəblər azdı deyənə. Bunlar istəyirlər ki, uşaqlar, baxın, niyə aparıb rusca bilməyə uşağını ora verir? Çünki istəyir ki, Rusiya böyük axı. Bugün orada bir çörək qazanırlar, belə bir argument var. Gedər orada işləyər, rus dilini bilər, ünsiyyəti. Amma bu günlərin biz bu tendensiyanı sındırmasaq və bu stereotipləri insanların başına çıxartmasaq ki, bizim mədəniyyətimiz Azərbaycan bölməsində aşağıdır, orada yetərincə mədəni müəllimlər var, düşüncəli insanlar var. Hətta çoxdular, bu yaxud dediyiniz 650 bal var ha. O həmən o müəllimlərin düşüncəsinin, intellektinin nəticəsidir. Rus bölməsində o insan yarana bilməz. Bir Turançı, bir Təbriz sevər, orada mümkünsüzdür. Fərdlər ola bilər, istisnalar ola bilər. Təşəkkür edirəm. Hikmət bəy, sizin necə, bax bu deyilənlərə bir əlavəniz varmı? Mən deyirəm ki, savadlı olan adam mütləq Turanı və Təbrizi düşünməli. Çox sağ olun cəmə qatıldığınıza görə. Təşəkkür edirəm. Çox sağ olun söhbətdə iştirak etdiyinizə görə. Ümid edirəm ki, bu mövzu hələ açıqdır. Çox istərdim ki, bizim hökumətimizin bu istiqamətdə atacağı addımlar, onlar inzibati hansısa bir addımlar yox, onlar həvəsləndirici bir addımlar olsun. Hesab edirəm ki, bu günləri danışdığımız problemlərin hamısının kökündə məhz təhsilimizə konseptual yanaşmanın olmamasıdır. Təhsili düzgün yolla irəli aparmaq üçün onun fəlsəfəsindən başlamaq lazımdır. Bütün hallarda nə vaxtsa ondan başlamalı olacaq.